Hörmətli izləyicilərim, sizi ürəkdən salamlayıram. Kaldırdan gördüyünüz kimi yenə möhtəşəm bir villa ilə sizin ekranlarınızda qonağam, qarşınıza çıxmışam. Burada məsələ nədir? Dəyərli izləyicilər, məndən də min dəfə yaxşı bilirsiniz ki, bu yerə vurulan tametin 6 manatlığı da var, 35 manatlığı da var, 135 manatlığı da var. Bunu niyə görə dedim? Evləri tərifləyib izah verirlər, amma detallara toxunmurlar. Həmən bu kadrda gördüyünüz villanı tam səmiyyətimlə sizə deyirəm, çox ucuz bir qiymətə də tikmək olar. Yəni, hər şey ucuz eləmək olar. Necə o Qarabağın Beyləqan qara quzusu ilə Manqolistanın donmuş əti ilə müqayisə eləyin. Bunun sahibi, dəyərli izləyici, bu evi özü üçün ən bahalı materiallardan alıb tikib. Təbii ki, mayanı da şişirdib. İndi kimsə soruşanda qiymət deyə bilər ki, Tural, mən bunu yarısına tikə bilərəm. Bəli, bilərsən, mən etiraz eləməm. Amma çox aşağı bir keyfiyyətlə tikə bilərsən. Burada o qədər detallar var. Sizi o detallara baxmağa dəvət edirəm. Amma meyvədən, çaydan, kofedən qoyun qabağınıza. Çünki çox maraqlı bir təqdimat olacaq. Bura Qaraqarayev ərazisidir. Qaraqarayev metrosunun yanında Şadlıq evi var, Ayla. Onun arxasında demək olar ki, eyni urivində, səviyyədə evlərdir bir-birinə. Bura həmən o küçədə yeni sıfır bir villadır, dəyərli izləyicilər. Yolunu da sizə görsədim ki, tam evin necə şokolad kimi olduğunu görə biləsiniz. Bəli, ev deyəndə adamın gözləri qamaşır. Bu 2026-nın yeni bir villasıdır. Asfalt 50 dənə evdən seçilən bir villadır. Bu evə sahib olmaq üçün çayları qarışdırır. Hovuz hissəsindən gördüyünüz kimi hovuzun malzəməsi ayrı bir sortda, dəyərli izləyicilər. O kompozisiyanı görürsünüz, şəlalə filan. 90% işləri görüb izləyici. Allah kahretsin, pulu qutarıb. 10% işləri qalıb. Simeta, layihələri də görürsünüz videoda. Tamamlanmağa məbləğ qalıb və biraz ay yarımı zaman qalıb. Onu artıq siz, alıcı bunu etməlidir. Bura bağlanacaq, həm pultla bağlanacaq layihədə, həm də mən reklam elədiyim hasar üstü jalüzdan danışıblar, belə bir bağlanma eləyəcək, yəni qonşu görməsin. Hovuz hissəsi, jacuzzi hissəsi, evin arxa, sanuzi hissəsi və qış mətbəxi demişkən, keçək bir qış mətbəxinin də keyfiyyətini sizə görsədim. Bazarda 1000-dən çox plastik qapı pəncərə sexi məhsulu var. Bu, Almaniyanın ən üst markasıdır, hörmətli izləyicilər. Səs ötürməyən, alüminium. Burada divar bəzəmək üçün qabançıqı var. Ən əsası termos sistemi, çardaqla altipan arasında olan daş yunu, izosistem ki, hava. Bunlar detallar çoxdur. Bunlar hamısını eləyib, faktlarla var. Hamısının faktı var. Burada şomine var. Şomine orijinal bir estetiki və keyfiyyəti məndən də yaxşı bilirsiniz. Hamımızın evində var. Burada hamam, tualet hissələridir. Gəlin bunların bir kafelinə baxın. Qapısı qalıb və belə xırda şeylər qalıb da. Siz kadrdan artıq buranın layihə şəkillərini görürsünüz ki, taxtalar filan. Kebabxana, manqal hissəsi. Yeraltı maşın üçün qaraj. Necə deyərlər, həyətimizin görüntüsü bundan ibarətdir. İndi keçək otaqlara yaxından tanışalaq. Birinci mərtəbədə yerləşir standart olaraq zal otağı, kuxuna, mətbəx, geniş holu var, uşaq əyləncə otağı var, hamam, qardob otağı var. Birinci mərtəbə bundan ibarətdir. İndi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə 3 yataq otağı, yataq otaqların içində hamamı, qardobu var, balkonları var. Genişdir, rahatdır, keyfiyyət artıq deməyə ehtiyac yoxdur. Marka beton 450 marka. Bilirsiniz, bu ev kimsə bəyənməsi üçün tikilməyib və yaxud da bunu satmaq üçün tikilməyib. Sahibi
öz bacardığı, öz ideyasına, öz zövqünə görə ev tikib özünə. Təəssüf olsun ki, tamamlaya bilməyib. Bu günlərim bu vəziyyətdə qoyulan xərc hesabına satılır. Təbii ki, heç kim zərərə getmək istəmir. Təbii ki, heç kim qabağa düşmək istəmir. Burada hər şey dürüstcə manipulyasiya olmadandır. Dəyərli, hörmətli izləyicilər. Düşünürəm sizə keyfiyyətli bir ev təqdim edirəm. Çünki burada hər bir şey keyfiyyətdir, hər bir şey markanın adı var, hər bir markanın da öz qiyməti var. İndi isə qalxaq 3-cü mərtəbəyə. 560 kvadrat ümumi kvadraturanın ölçüsüdür. Bura mansard hissəsidir. Burada geniş mansard öz düşüncəsində nələr var isə idmana aid onun üçün təmir olunub. Bir eyvanı var, 2 pəncərəsi var, bir də ofis otağı var özü üçün, dincəlmək üçün. Və ondan əlavə də burada hamam otağı da var. Mənfi bir də idman üçün ərazi, hamamlar, sanitar qovşaq, duşavoylar, əlavə otaqlar var. Burada tamamlanmalıdır ki, arzu istəklərlə üst-üstə düşsün, hörmətli izləyicilərim. 11-də genişlik şəraiti, ürək açandır, yaxşıdır. Necə deyirlər, hər kəs özünə yaxşı şeylər deyir axı. Adam özünə əli gəlir də. Bu həmən evdir. Bu adam bura xərcləyib. Necə lazımdırsa. Son olaraq sizə söyləmək istəyirəm ki, evin torpağının da, evin özünün də kupçası var. Alqı-satqıya hazırdır. Qiymətlə bağlı zəng eləyin. Bütün satış səlahiyyətlərini sahibi verib mənə, kupçanı da verib, kimə lazımı göndərə bilərəm. Bu eksklüziv villanı almaq üçün tələsin, hörmətli izləyicilərim. Çünki sizə keyfiyyət təqdim elədim. Sağ olun, var olun.